Herkese salam. Kanalıma ve yeni videoma her biriniz hoş gelmişsiniz. Beşiğin başında oturmuştum. Karaoke yiye. İstirdim vlog çekmişim, onu editleyeyim. Bir de baktım ki vloga başlıq çekmemişim, giriş çekmemişim. Ona göre sizi elə edit elədiyim gündən salamlayıram. Hoş gelmişsiniz. Keçək videoya. Günüm yenə həmişəki kimi hər hansısa yığışdırmaqla təmizliklə başlayır və təmizliklə də bitir. Çünki bildiyiniz kimi 2 dənə balaca uşaq heç bir yeri təmiz qoymur. Buranın özünə də oğlum çıxır bəzən. Bəzən də elə özümüz necə gəldi qarışıq gətirib paltarları ya döşəkləri, yastıqları qoyuruq. Ona görə qarışır. Yəni həmin qoyduğumuz vaxtda yığışdırmağa vaxt olmayanda belə qarışıqlıq yaranır. Ümumiyyətlə işə getdiyimə görə bəzi günlər evdə çox da təmizlik yapara bilmirəm. Sadəcə gələndən sonra yüngül var işlərimi görürəm, ortalığı yığışdırıram. Həmin vaxtlarda da ev eşik qarışır, aləm dəyir sanki bir-birinə. Yəni mən işdə olduğum müddətdə. Əsas da oğlum yoxluğumdan istifadə edib, hansı ki mən evdə açmağa icazə vermədiyim şkaflar var, onların hamısını açıb tökür. Ona görə axır vaxtlar işə gedəndə otaqların hamısının açarla qapısını bağlayıb sonra işə gedirəm. Açarları da verirəm qaynanama ki, nəyə ehtiyacı olsa, əgər birdən paltar falan nəsə götürəsi olsa, özü girsin götürsün. Çünki inandırım sizi başqa cür mümkün deyil. Qaynanam ancaq balaca uşaqla məşğul olur, beşiğin başında olur və oğlum digər hər yeri qarışdırır. Bunların hamısını belə boşaltdım. Buralarda paltar oldu, yanımda paltar oldu. İndi düşünürəm ki, bunun ən aşağıya papaqlar, corablar falan belə şeyləri yığım. Bu üçünə də uşaqların paltarlarını yığım ki, qışda o birisi otaqda isti olsun, çünki bu otaqda soyuq olur. Normalda bu şkafa sadəcə böyük oğlumun paltarlarını yığıram. Hətta onun da demək olar ki, hamısını tutmur. Amma indi məcburən soyuq olduğuna görə aparıb bütün paltarları, yəni gündəlik geydikləri paltarlar hər ikisinin vacib olanları aparıb digər otağa yığacam. Çünki burada qaldıqca paltarlar soyuq olur və uşaqdılar. Üstlərini tez-tez bulaşdırırlar, tez-tez paltar dəyişməli oluram və dəyişdirdikcə bəzən görürəm ki, paltarlar buz kimidir, soyuqdur. Digər otaqdan gəlib soyuq olurlar. Ona görə yəni belə götürüb ora aparmaq məcburiyyətində qaldım. Burada da baxıram, seçirəm ki, gündəlik geydiyi vacib paltarlar olsun. Bunların içini yığışdırdım. Belə qəşəng. Paltarların hamısını uşaqdan ayırıb yığdım. İndi bunu aparmaq istəyirəm o birisi otağa. Hamısını ayrı-ayrılıqda çəkmədim, amma bu otağı yığışdırmağa həqiqətən də çox vaxtım getdi. Çünki həm şkafın içərisini yığışdırdım, həm uşağın paltarlarını yığışdırdım, otağı toz soranladım, sildim. Bütün hər yerini təmizlədim, amma dedim ki, bunları bir də çəkməyim, çünki təkrar eyni işlərdir. Bilmirəm, siz də beləsiz ya yox, ümumiyyətlə mən telefona çox bağlı insanam. Əsas da YouTube'da nəyəsə baxmağı çox sevirəm. Yəni bir iş görə mütləq YouTube'da nəsə açıb qoyuram çox vaxt. Nəyəsə bir verilişə baxıram və yaxud da musiqi dinləyirəm heç bir şey olmayanda. Buranı da beləcə yığışdırdım, sildim, süpürdüm. Bunun üstündə nə qədər paltar var idi, hamısını qatladım, yığdım şkafı yığışdırdım. Buraları çəkmədim artıq. Sonra buraları yığışdırdım. Səliqəyə saldım, təmizlədim. Oldu qəşəng. İndi keçəcəm o tərəflərə. Oradan da keçdim giriş hissəni təmizləməyə və veteran dostlarım da həmişə kimi mənimlə. Sağ olsun, veteran olmasına baxmayaraq, şlankı belə qopmasına baxmayaraq əlimdən çox tutur. Qızlar, bizdə televizorun üstü həmişə oğlumun barmaq izləri ilə dolu olur. Dünən bir şey oxudum. Çayla televizoru siləndə ləkələri gedirmiş. Yəni daha doğrusu, daha düzgün olaraq belə deyim ki, çayı bir qaba töküb, onu bezlə isladıb, daha doğrusu bezi onunla isladıb, televizoru sıxandan sonra təbii ki, televizoru siləndə üstündəki barmaq izlərinin hamısı gedirmiş. Düşündüm ki, sınayacağım, sizə gələn videoda deyəcəm mütləq. Bu isə mənim hər vlog çəkəndə nədənsə evdə mütləq çörək bişən günə düşür. Bilmirəm, təsadüfən belə olurmu, yoxsa nədirsə, amma həqiqətən mən bunu planlayaraq eləmirəm.
Evin işlərindən biraz gördüm, düşdüm həyətə. Burada paltarlar var. Uşaqların balacalaşmış paltarları. Sonra aparıb köhnə evə qoyacağım. Bu evi təmizlədiyim videonu paylaşmışdım kanalda. İstəsəz girib baxa bilərsiniz. Yine biraz bulaşıb, gətirib belə şeylər qoymuşuq. Amma belə buralar belə səliqəli qalıblar. Əsas odur ki, tam olaraq dağılıb tökülməyib. Bunu da burada aşağıya qoyuram bütün balacalaşanları. Bunlar çox yaxşı vəziyyətdə qalan paltarlardır. Yəni bir neçə dəfə geydirmişəm, bir-iki dəfə falan belə. Həm təmiz, həm səliqəli qalan paltarlardır. Artıq kiçiliblər. Bilmirəm, bəlkə kiməsə verərəm, bəlkə də heç kəs istəməsə ataram. Amma çox təzə olduqları üçün atmağa əlim gəlmir. Burada da bir tane beşik var idi. Bu beşiği getirdik bir yerden ki oğluma yatmağa. O da nəsə bəyənmədi, yatmadı. Qaldı belə, bu evə gətirib qoyduq. Bütün köhnə şeylər, hər şey bu evdədir. Burada artıq axşam düşüb, əlavə işlərim olduğuna görə təmizliyim bir də axşama qaldı. Düşündüm ki, bir vlog çəkməyi saxlayım, amma sonra fikirləşdim ki, evi yox, elinə çəkmişəmsə onu paylaşaram. Qısa olsa da artıq bugünü idarə eləyərik. Sonra da keçdim, hamam, tualet falan bunları təmizlədim. Oraları çəkmədim, çünki nədənsə o qədər də etik hesab eləmirəm hamam, tualet təmizliyini çəkməyi, yəni içərini çəkmədim. Sadəcə güzgünü silirdim, oranı çəkdim. Güzgünü bu dəri kimi olan şeylə silirəm, şüşə silənlə. Bununla silmək mənə daha rahat və daha təmiz gəlir. Yəni daha yaxşıdır məncə bu. Bəlkə də silib ilə falan yoxlamamışam, o da yaxşı ola bilər, amma hal-hazırda mənə bu bəs eləyir, yəni məni qane eləyir bundan belə silmək. Əl üzüyən yerin içərisində isə biraz domestos tökdüm. Sonra düşündüm ki, biraz da komet töküm yuxarı hissələrinə. Çünki ərp yaranmışdı. Harasa 2-3 gün yumayan kimi buranı ərp yaranır və təmizləmək çətin olur sonra. Bilmirəm sizdə necədir, amma bizim sularımızda ərp kiləç daha çoxdur. Buradan da keçdim, yenə də qab yumaq işinə, sevdiyim işə. Keçən videoda gördüm ki, bir xanım yazmışdı, o da qab yumağı sevir, məndən eyni fikirdədir. Mən də həqiqətən qab yuyanda sanki rahatlaşdığımı hiss edirəm. Əsasda bol-bol köpüklə yuyanda daha rahat, daha gözəl olur. Bu qazan isə əvvəlki videoların birində sizə göstərmişdim. Onun içərisində tərtəmiz yanmışdı, qapqaraydı demək olar. Sonra onun içərisinə yağ sökücü tökdüm, sonra komet tökdüm. Qab şampunu tökdüm, bunları tökdüm, bir müddət saxladım. Bir də adicə belə qab yuyan süngərlə içərisini təmizləyəndə gördüm ki, tərtəmiz təmizləndi. Yəni üzərində çox da belə deyim, oynamağa ehtiyac qalmadı. Rahat təmizləndi. Mən düşünürdüm ki, onu təmizləyə bilməyəcəm. Hətta bir düşünürdüm ki, onu ataram yəqin ki, təmizlənməsə. Bir də videolarımın altında çox sual verilir. Qəbələnin hansı kəndindən olduğum. Xanımlar, bilirəm bəlkə də bu cavabım sizi qane eləməyəcək, amma yaşadığım kəndin adını deməməyi tərcih edirəm. Çünki kiçik kənddir, hamı tanıyır bir-birini. Mən də istəmirəm ki, çox adam məni tanısın, çox da tanınım, bilinsin, yəni YouTube çəkməyim. Düzdür, burada təbii ki, ayıb bir şey yoxdur, amma yenə də ola bilər ki, qınayan, bunu qəbul eləməyən insanlar ola bilər. Bunlar da çörəklərimiz. Qəşəngcə doğradım.
Birazını götürdüm. Birazını da yenə belə kloka qoyub qoyacağım yumuşaq qalsın deyə. Bu vlogu da burada beləcə sonlandırıram. Vloga bura qədər baxan hər kəsə çox-çox təşəkkür edirəm. Yaxşı ki varsınız. Əgər videomu bəyəndinizsə, like atmağı və kanala abunə olub yorum yazmağı unutmayın. Hələlik.